Zehnimiz bizim ən yaxın dostumuz da ola bilər, ən güclü manipulyatorumuz da. Çünki o həqiqətlə yalanı ayırd edə bilmir. Bizim ona ötürdüyümüz informasiyaları qəbul edir və bir müddət sonra həmin informasiyaları bizim həyatımıza normal, doğru və olmalı kimi ötürür. Gəlin onu bir neçə misalla izah edim. Əgər hər gün müəyyən saatlarda yatırsansa, zehin bunu norma kimi qəbul edir və həmin saat dilimi gələndə sənin avtomatik yuxun gəlir. Bax, əgər sorğulasan görərsən ki, bu təbii ehtiyacdan deyil də avtomatlaşmış reaksiyadan irəli gəlir. Bu uğur qazanmış insanlarda da bu mexanizma işləyir. Onlar davamlı uğur qazandıqca beyin artıq bunu adi hal kimi qəbul edir. Deməli, zehnimiz təkrarlanan, istənilən zərərli və yaxud da faydalı məlumatları bizim həqiqətimizə çevirir. Əgər bu mexanizmanı başa düşsək, bizim həyatımızda köklü şəkildə dəyişikliklər baş verə bilər. Sualım sənədir. Sən zehninə nələri təkrar ötürürsən və o sənin üçün nələri həqiqət kimi yazır?